UEFA Çempionlar Liqasının liqa mərhələsində Eintracht Frankfurt üzərində qazanılan qələbə ilə play-off mərhələsinə vəsiqəni demək olar ki, rəsmiləşdirən Qarabağı növbəti mərhələdə olduqca çətin sınaqlar gözləyir. Messi turnir cədvəlinin hazırki vəziyyətini və Çempionlar Liqasının liqa mərhələsində formalaşan ümumi mənzərəni nəzərə alaraq Qarabağ üçün play-off mərhələsində düşə biləcək potensial rəqibləri müəyyənləşdirib. Qeyd edək ki, siyahıda cüzi dəyişikliklərin olması istisna edilmir. Belə ki, qarşıda hələ 8-ci tur oyunları var. Bu turun nəticələri play-off mərhələsində yer alacaq komandaların sıralanmasına müəyyən təsir göstərə bilər. Lakin böyük ehtimalla ümumi mənzərə ciddi şəkildə dəyişməyəcək. 8-ci turun oyunları yanvarın 28-29-unda keçiriləcək. Play-off mərhələsinin püşkətmə mərasimi isə yanvarın 30-una planlaşdırılıb. Xatırladaq ki, play-off mərhələsində qarşılaşmalar 2 oyunlu sistem üzrə keçiriləcək. Komandalar bir-biri ilə ev və səfər maçlarında üz-üzə gələcəklər. Qarabağ üçün potensial play-off rəqibləri: Barcelona, Sporting Lisabon, Manchester City, Atletico Madrid, Atalanta, Inter, Juventus, Borussia Dortmund, Galatasaray, Olimpik Marsil, Bayer Leverkusen, Monaco, PSV Eindhoven, Atletik Bilbao, Olympiakos. Seyranə Quliyeva, Heydər Həsənli, Misya TV.